kriptokart dövrü başlayır və alış-veriş eyni zamanda restoranda hesab ödəmək kriptovalyuta ilə reallaşacaq. Artıq vətəndaşlar kriptovalyutalarını real vaxtda real pula çevirərək mağazalarda, restoranlarda, kafe və digər pərakəndə ticarət məkanlarında adi bank kartı kimi istifadə edə biləcəklər. Amma Qazaxstanda, çünki buna baxmayaraq önəmli bir addımdır deyə bilərik. Bunun üstünlükləri və bu sistemin də ölkəmizdə də tətbiqi mümkündürmü? Bundan bir qədər danışaq, görək nələri dəyişəcək. Bizim ölkəmizdə də çünki əgər bu qədər üstünlükləri varsa, işi bu qədər sürətləndirirsə, dəyərləndirirsə, mümkün ehtimal varmı Azərbaycanda da tətbiq olunması? Müzakirə edək bu məsələni bir qədər. Rəqəmsal valyutalar üzrə ekspert Elnur Quliyev qonağımızdır. Xoş gəlmişsiniz Elnur bəy. Xoş gününüz olsun. Düzdür, az öncə də qeyd etdim ki, bu Qazaxstanda başlayıb. İlkin variantda pilot layihə kimi onlarda da tətbiq olunur. Yəni kriptovalyutaları kriptokarta çevirib istənilən yerdə istifadə etmək mümkün olacaq. Çox böyük bir yenilikdir deyə düşünürəm. Həm onu dəyərləndirəcəklər, kriptovalyutaları, həm də başqa nələri gətirib çıxaracaq, bunu indi sizdən öyrənək. Deməli, ilk öncə bunu qeyd edeyim ki, bir çoxları üçün də aydın olsun. Bəzən kriptovalyutalı ödəniş deyəndə elə bilirlər ki, satıcılar da alanda kriptovalyuta alırlar və nəzərə alaq ki, kriptovalyutanın qiyməti dəyişkəndir və böyük ehtimal ki, bəzi hallarda satıcılarda olan kriptovalyutanın qiyməti dəyər itirsə və burada uduzmuş olur. Amma əslində belə deyil. Kriptovalyutalı ödəniş o deməkdir ki, insanlar hər hansı bir mal xidmət alarkən ödənişi kriptovalyutdan ödəyirlər. Lakin satıcıya pul fiat valyutada. Yəni, məsəl üçün, Qazaxstanda əgər hər hansı bir mağaza ödənişi kriptovalyutdan qəbul edirsə, o demək deyil ki, öz xəzinədarlığı kriptovalyuta ödənişləri qəbul edir. Bu zaman avtomatik olaraq həmin kriptovalyuta real vaxt rejimində, həmin dəqiqədə birjada neçəyədirsə, avtomatik konvertasiya olunur və milli valyutada bunun hesabına oturur. Yəni transaksiya bu formada olacaq. Bəli, avtomatik, bəli. Onu alıcı görmür, sadəcə alıcı ödənişi kriptovalyuta ilə eləyir, lakin ödəniş satıcının hesabına milli valyutada oturur. Bu həm birjada ola bilər, konvertasiyası və yaxud da xüsusi ödəniş sistemləri var ki, onlar avtomatik bunu tənzimləyirlər. Və Qazaxıstan özündə də bu yaxınlarda hətta Qazaxıstan prezidenti Tokayev qeyd elədi ki, biz ölkəmiz olaraq innovasiya açığıq və əsas məqsəd investorları ölkəyə cəlb eləməkdir. Təbii ki, bu bir innovativ yenilikdir. Ölkə istəyir ki, insanlar psixoloji olaraq buna adətən hazır olsunlar. Alta bölgəsində ilk olaraq tətbiq olunacaq. Bu bir müəyyən zona olacaq ki, dövlətin tətbiqi mexanizmləri və müəyyən təhlil və tədqiqat obyekt kimi belə sınaq meydançası olacaq. Dövlət bundan müəyyən təhlillər aparacaq və ölkənin milli qanunvericiliyi hazırlayacaq bunu. Çünki tam olaraq ölkədə rəqəmsal valyutalar ödəniş vasitəsi kimi tətbiq olunmayıb. Amma belə bir zonalar imkan verir ki, ölkələr bundan müəyyən eləsinlər ki, nə qədər hazırlıqlı. Çünki maliyyə savadlılığı da çox önəmlidir. Həmçinin də ölkə də texniki və iqtisadi cəhətdən də bu ödənişlərə hazır olmalıdır. Bəli, burada təbii ki, sadəcə vətəndaşların hansısa bir kriptovalyutasının olması deyil. Burada banklar da aktiv iştirak eləməlidir, bank kartları da elə deyilmi? Bəli, bir çox hətta kriptovalyuta birjaların özlərinin kartları var, bank kartları. Yəni artıq siz istənilən bank kartları olmadan belə həmin birjaların özünün debit kartlarını istifadə edərək birbaşa birjanın hesabından ödənişlər də eləyə bilərsiniz. Və yaxud da ki, pilot layihəsi kimi müəyyən banklarla birjalar əməkdaşlıq eləyə bilər. Onlarda konvertasiyanı avtomatik edərək ödənişləri həyata keçirə bilirlər. Amma gələcəkdə dövlətin bunu eləməkdə məqsədi nədir? Burada ilk növbədə maliyyə savadlılığı, insanların maliyyə savadlılığı artır və gələcəkdə də ölkəyə rəqəmsal valyutalar, ümumiyyətlə texnologiya ilə bağlı startapların gəlişi gözlənilir. Və əgər ölkədə ümumiyyətlə hüquqi status verilərsə, bu həmin ölkədə birinci növbədə yenə də maliyyə savadının artmasını gətirib çıxacaq və yeni rəqəmsal valyutalardan bağlı fəaliyyət istiqamətləri, bu kriptovalyuta mining firmaların yaranması, mübadilə servisləri, kripto birjalar və digər bununla əlaqəli ekosistemlə əlaqəli startapların ölkəyə axını təmin edəcək. Yəni ölkə baxımından da əhəmiyyətli addımdır. Həm də belə baxıraq ki, gündəlik həyatda ilk dəfədir ki, biz kriptovalyutalardan istifadəni aktiv formada müşahidə eləmiş olacaq. Yəni bir növ ənənəvi ödənişdən keçəcək kripto ödənişlərə. Bunun vətəndaşlar üçün də
daha hansı üstünlüyü ola bilər? İndi ölkə tərəfini qeyd elədiniz. Bəs vətəndaş ondan istifadə eləyənlər üçün nədir? Deməli, vətəndaşlar ilk növbədə əslində bu tam da keçid deyil, hələ ki paralel aparılacaq. Çünki bu hələ bir sınaq pilot layihə kimi başlayıb hələ ki Qazaxıstanda. Və baxacaqlar ki, təbii ki, əgər həmin zonada özünü doğrultsa, burada əsas alıcı və satıcı üstünlüyü daha tez, sürətli, daha az komissiya ilə, daha platformalar, məsələn, əgər banklar tutaq ki, bayram günləri işləmirsə, müəyyən iş saatları varsa, rəqəmsal valyutalarla bu 24/7 rejimindədir, daha sürətli keçirilir. Bəziləri üçün müəyyən komissiya xərcləri var ki, bank kartlarını ödəniş eləyəndə orada komissiya tutulursa, birbaşa rəqəmsal valyutanı eləyəndə sıfır komissiyalar tutulur və yaxud da ki, müəyyən az cüzi komissiyalar tuta bilər. Yəni, vətəndaşlar üçün bu bir ödəniş mədəniyyətidir əslində, belə deyək də. Bir çox ölkələrdə hələ də kartlarla ödəniş sistemi yoxdur, amma müəyyən ölkələr artıq rəqəmsal valyutalara keçiblər. Hətta Dubayın özündə belə nağdsız Dubay strategiyası qəbul olundu və orada qəbul edilir ki, artıq 2026-cı ilin əvvəlinə qədər bütün ölkədə Dubay şəhrinin 90% nağdsız ödənişlər olsun. Onun da böyük əksəriyyəti də kriptovalyuta ödənişlərində artıq belə deyək, dövlət idarə etməsində də rəqəmsal valyutaları qəbul etməyə çalışdılar. Aha. İndi biz Qazaxıstanın timsalında danışdıq. Bir Özbəkistanın da adı hallanır ki, ola bilsin ki, o da bu layihədən istifadə eləsin. Bizi maraqlandıran məsələ təbii ki, Azərbaycanla bağlı məqamdır ki, ölkəmizdə də bildiyim qədərilə cari ildə bir pilot layihə təqdim olunub. Hətta işçi qüvvə heyət də yaradılmaqda, ancaq səhv etmirəmsə hələ ki başlanmayıb ya da bir nəticə verilməyib. Niyə olmadı? Və ya bizdə bu sistemə, yeni hansı ki Qazaxıstanda pilot layihə kimi başlanan sistemə ölkəmizdə keçilə bilərmi? Biz də gedə bilərikmi yəni buna? Əlbəttə, hazırda bizdə bu sahədə əsas tənzimləyici olan Mərkəzi Bankdır. Mərkəzi Bank da hətta keçən ilin yayından bu məsələləri araşdırmaqdadır və bu ilin yanvar ayından da Sandbox rejimi adlı o da bizim də bir pilot layihəmizdir. Orada bir neçə kriptovalyuta ilə bağlı şirkətlər öz layihələrini təqdim ediblər və hazırda fəaliyyət göstərilir. 4 layihə səhv etmirəmsə var. Bəli. Orada əsas məqsəd nədir? Dövlət nəzarəti altında rəqəmsal valyutalarla bağlı hər hansı bir fəaliyyəti analiz edirlər. Təbii ki, bu bizim yerli proyektlərimizdir və bununla paralel olaraq da Mərkəzi Bank xaricdə baş verən, məsələn, Qazaxıstanın bu pilot layihəsi mütləq şəkildə bu nəzarətdədir və onlara da baxılırıq və çalışacaq ki, bizdə də Azərbaycanda xarici ölkələrin təcrübəsini istifadə edərək yerli milli standartları yaratsınlar. Hətta gözləyirəm ki, bu ilin sonuna qədər də bizdə də bir müəyyən standartlar yaranacaq və böyük ehtimal ki, gələn də bizdə müəyyən bir pilot layihələri bundan keçirə biləcək və insanlar rəqəmsal valyutalar və xüsusilə də nəinki kriptovalyutalar, stable coinlar adlı bir rəqəmsal valyutanın bir növü var. Bunlar 1 dollara bərabər sayılan rəqəmsal valyutanın bir növüdür və onlarda qiymət dəyişkənliyi riski yoxdur və bu da daha rahat ödənişlərdə də istifadə oluna bilər. Aha. Rəqəmsal manatla bağlı? Açığı rəqəmsal manatla bağlı hətta bir neçə il bundan qabaq Mərkəzi Bankda bundan bağlı açıqlama verilmişdi ki, bununla bağlı artıq araşdırma gedir. Amma hələ ki belə bir ehtiyac durmurlar ki, bu dəqiqə buna bir Azərbaycanda buna bir tələb yaransın. Böyük ehtimal ki, yaranarsa bunun da çünki bu yaxınlarda hətta Trump administrasiyası hakimiyyətə gəldikdən sonra rəqəmsal dollar proyektindən imtina elədiyini rəsmən açıqladı. Bu da artıq o deməkdir ki, əgər o həmin Amerika kimi ölkə rəqəmsal dollardan imtina eləyirsə, təbii ki, bu da bizim kimi ölkələrin də bununla bağlı optimist, belə deyək də, rəylərin də zaman-zaman azalmasına nəticələnə bilər. Düzdür, indi kriptovalyutadan, layihədən danışdıq. İstəyirəm biraz son olaraq da bir neçə dəqiqəmiz var. Kriptovalyutaların qiyməti ilə bağlı da məlumatı biraz sizdən öyrənək, necədir vəziyyət? Deməli, hazırda kriptovalyutanın qiyməti qalxmasını müşahidə edirik. Başda Bitcoin olmaqla, bilirsiniz ki, Bitcoin bir radar kimi qabağa aparır. Onun qiyməti qalxırsa, digər kriptovalyutaların da qiyməti qalxır. Əsas məsələ burada institusional orqanların bazara girməsidir. BlackRock kimi iri investisiya şirkəti, hansı ki, dünyada 10 trilyon dollarlıq bazarı idarə edir, investisiya portfelini idarə edirlər. Artıq onların belə özlərinin Bitcoin ETF-ləri var. Bu Bitcoin ETF o deməkdir ki, insanlar birbaşa Bitcoin almadan
Bitcoinin qiymətinin qalxmasında qazana bilirlər. Yəni artıq keçən 2024-ün yanvar ayından buna start verildi və böyük şirkətlər, korporativ şirkətlər artıq başladılar Bitcoin kimi digər kriptovalyutalarda investisiya etməyə. Düzdür, başda Bitcoindir və bu da nəticə etibarilə ümumiyyətlə güvən yaradır, tənzimə mexanizmləri başlayır artmağa və təbii ki, tənzimə mexanizmləri artdıqca insanlarda güvən yaranır və iri layihələr kriptovalyuta ilə bağlı inteqrasiya edirlər öz layihələrinə kriptovalyutaları. Bu da son nəticədə tələb təşkil və təsir edir, tələb nəticəsində də rəqəmsal valyutaların qiymətlərinin artırmasına təsir edir. Təşəkkür edirəm Elnur bəy, minnətdaram. Elnur Quliyev rəqəmsal valyutalar üzrə ekspert qonağımız idi. Qazaxstanda kriptokart dövrü başlayır deyildi. İstənilən məkanlarda, restoranlarda və müəyyən yerlərdə, hətta alış-veriş mərkəzlərində, mağazalarda məhz kriptokart dövrünə keçid planlaşdırılır. Pilot layihə kimi başlandı. Bizim ölkəmizdə də buna keçid ola bilərmi? Yəni bir növ artıq ictimai həyatımızda, gündəlik həyatımızda daha doğrusu kriptovalyutalardan aktiv formada istifadə eləyə bilərikmi? Bunu qonağımızla müzakirə etməyə çalışdıq.